Qarabağın səsi, musiqi ilə könüllərə yol alan canlı görüş. Şair İxtiyar Dönməz və Ülviyə Qasımovanın təqdimatında yayımlanan Qarabağın səsi musiqili proqramı Qarabağın zəngin musiqi irsini və söz sənətini bütün dünyaya çatdıracaq. Proqramda bölgəmizin sevilən xanəndələri, müğənniləri, musiqiçiləri və saz söz adamları Xarı Bülbül ansamblının müşayiəti ilə bir araya gələrək tamaşaçılara unudulmaz musiqi anları bəxş edəcəklər. Qarabağın nəfəsi, muğamın sehri və sazın ecazkar səsini bir arada yaşamaq üçün bizi izləyin. Hər həftənin bazar ertəsi saat 22:00-da canlı yayımda Qarabağın səsi YouTube kanalında. Qarabağdan dünyaya ucalan səsə siz də qoşulun. Axşamınız xeyir olsun. Qarabağın səsi verilişini səbirsizliklə, həsrətlə gözləyən izləyicilərimiz hər zaman olduğu kimi yenə bir-birindən gözəl, bir-birindən dəyərli qonaqlarla sizlərin görüşünüzə gəlmişik. Axşamınız xeyir olsun. Qarabağın səsi verilişinin dəyərli izləyiciləri, xoş gördük sizləri. Hər birinizi salamlayırıq. Hər həftə olduğu kimi bu həftədə sevilən ifaçılarla, sevilən qonaqlarla görüşünüzə gəlmişik. Ülviyə xanım, qonaqlarımızı dəvət etməmişdən öncə istəyərdim ki, hər zaman bizim verilişimizin əziyyətini çəkən Xarı Bülbül ansamblını salamlayıram, onlara təşəkkürümü bildirirəm. Xaləddin Ayazoğlu, bədii rəhbər başda olmaqla sizləri də xoş gördük deyirik və əlbəttə ki, sponsorlarımız haqqında qısa bir məlumat edək. Ondan sonra ilk qonağımızı Ülviyə xanım dəvət edək verilişimizə. Verilişimizin baş sponsoru Alsı Mol Ticarət Mərkəzi. Ağcabədi Ağdam şosesində, Şərəfxanlı kənd ərazisində tam orta məktəbindən üzbəyət gözəl bir məkanda yerləşən 3 mərtəbəli böyük bir ticarət mərkəzinin bütün rəhbərliyinə, kollektivinə dərin təşəkkür bildiririk. Hacı Faiq qardaşımız başda olmaqla çox sağ olun, var olun deyirik. Və növbəti sponsorumuz bizim verilişimizlərdə hər bir zaman verilişlərimizdə dəstək olan, çəkilişlərimizdə şərait yaradan Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə təşəkkür edirik. Kəhrizli kənd ərazisində yerləşən, gözəl bir məkanda yerləşən, özdə misilsiz xidmətləri ilə, ləziz yeməkləri ilə bütün qonaqları razı salan, müştəriləri razı salan Ailəvi Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə, xüsusən də anar qardaşımıza təşəkkürümüzü bildiririk. Və növbəti qonağımızı Bəli, istəyirəm izləyicilərimizi daha çox intizarda saxlamadan növbəti qonağımızı dəvət edeyim. Toylarımızın sevilən ifaçısı Fatimə xanım Qarabağlını dəvət edirəm verilişimizə. Allah bu toyda bir gözəl qız oynatdılar, çevirib başına düz oynatdılar. Allah bu toyda bir gözəl qız oynatdılar, çevirib başına düz oynatdılar.
ifaçı sevilən ifalarıyla Fatimə xanım Qarabağlı, xoş gəlmisiniz. Xoş gəlmisiniz Fatimə xanım. İlk dəfədir bizim verilişdə iştirak edirsiniz və mən Xoş gəlmisiniz Fatimə bir xanım. dəqiqə Ülviyə xanım sizi çoxdan tanıyır, amma mən ilk dəfədir ki sizi görürəm və çox bəyəndim ifanızda, təşəkkür edirəm gözəl ifanıza görə. Səhnə mədəniyyətiniz, geyim, kecim, hər şey öz yerində. Çox sağ olun, var ol. Buyurun Fatimə xanım. Mən də xoş gördüm sizi, salamlayıram hər birinizi. Xoş gəlmişəm. Fatimə xanım çox İnşallah. həyəcanlıdır. Fatimə xanım buyurun əzizim, əyləşin. Keçin, Çox sağ olun. ürəyiniz istəyən yerdən keçin, əyləşin və istəyərdim ki, bax bu gözəl ifadan sonra gözəl bir müğənnimizi dəvət edək. Amma xanım olduğuna görə istəyərdim ki, siz dəvət eləyəsiniz. Böyük Buyurun. məmnuniyyətlə, sevə-sevə dəvət eləyəcəm o xanımı. Xanımı yetərincə tanıyırıq, yetərincə sevirik. Nəinki biz, bütün bölgələrimiz tanıyır. Bütün bölgələrimizdə sevilir, seçilir. Elə istəyirəm ki, izləyicilərimizi daha çox intizarda saxlamadan növbəti qonağımızı dəvət eləyim. Sevilən ifaçı Cahan Nur. Mənim anam çox qocalıb xəstədir, o yazığın dərdləri üst-üstədir. Övlad üçün yaşayan anamdır mənim, mələk adın daşıyan anamdır mənim. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Ana ilə varlıqdı, adı mələkdi, varlığı xoş ömrümə bəni bəzəkdi. İlahi xoşbəxt oluram anamla, cənnətin ətrin alıram anamla. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Məni bu həyata bağlayan anamdı, adı o qədər pakdı, ali məqamdı. Övlad üçün çəkir min bir əziyyəti, Allah ona bəxş eləyib cənnəti. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana. Mən sənə qurban olaram ayana, dərdinə dərman olaram ayana. Sağlığında qədrini bilməsəm mən, sonra buna peşman olaram ayana.
Cahan Nur, xoş gəlmisən. Necə gözəl ifa. Maşallah. Xoş gününüz olsun. Çox sağ olun. Hər kəsi salamlayıram. Verilişiniz də xeyirli, uğurlu olsun. Hər zaman çox qəşəng, həqiqətən. Adı kimi elə nur saçdı Çox verilişimizdə. sağ olun, bəli. Cahan xanım, xoş gəlmisiniz. Çox sağ olun. Siz də nə deyim, vallahi həyəcanlıyam. Sizin də xoş gününüz olsun hər zaman. Bax, belə qəşəng qonaqlarınız olsun. Səsiniz yüksəklərdən gəlsin hər zaman. İstədiyiniz kimi olsun verilişiniz. Buranı da belə hər bir şey yönləndirən sağ olsun. Təşəkkürlərimizi bildiririk. Musiqiçilərimizi salamlayıram. Çox sağ olun, var olun. Həqiqətən çox Xoş gözəl. gəlmisiniz. Sağ ol. Xoş gəlmisiniz. Sağ ol. İcazə versəydi Ülviyə xanım, növbəti qonaqları mən dəvət edərdim. Mənim dəyərli sənətçi dostum, böyük qardaş kimi hər bir zaman yolunu saxladığımız 1-ci Qarabağ müharibəsinin veteranı, gözəl qiraət ustası, uzun illərdir ki, Hacıbədəlli kənd uşaq musiqi məktəbində şagirdlər yetişdirən pedaqoq, müəllim, Valeh müəllim Nağıyevi dəvət edirəm və Valeh müəllim Nağıyevlə bərabər keçən verilişlərimizin birində ata-bala iştirak etmişdilər, çox bəyənmişdilər. Hətta zəhlər oldu ki, elə Valeh müəllimi dəvət edəndə hər bir zaman övladını da dəvət edin. Mən də sevə-sevə Nicat Nağzadəni dəvət edirik, atası ilə bərabər. Bəli, onu da qeyd edeyim ki, izləyicilərimizin nəzərinə çatdırım ki, sevilən aparıcı. Toylarımızın sevilən aparıcısı Valeh müəllim. Xoş gəlmisiniz. Valeh müəllim, xoş gəlmisiniz. Nicat, qardaşoğlu, xoş gəlmisən bir daha. Ay maşallah, sən nə mən sevən sinif yoldaşların, dostların varmış, zəngirlər edirlər. Nicat, bir də dəvət edin verilişə deyirlər. Sənin istəyən qohumlar var, adlarını çəkmirəm. Valeh müəllim, etiraf edeyim ki, səndən çox onu istəyirlər ki, gəlsin. Maşallah olsun, maşallah olsun. Atanın amma fəxridir də. Çox sağ olun, təşəkkür edirəm. Axşamınız xeyir olsun, hər kəs ürəkdən salamlayıram. Sizi, dəyərli ansamblı, operatorlarımızı, bu gözəl xanımları salamlayıram, hər birinizi xoş gördük. Mən artıq bir neçə dəfədir bu verilişdə olmuşam, İxtiyar müəllim. Həqiqətən sevilən bir verilişdir. Həqiqətən. Mən yenə də arzu edirəm ki, sizin bu veriliş axarlı olsun, davamlı olsun, bax belə sevimli olsun. Və sizin veriliş niyə maraqlıdır? Birinci verilişin adını düz seçmişsiniz. Həqiqətən. Qarabağın səsi. Qarabağın səsi o bir cümlədə çox şey var. Allah canınızı sağ eləsin. Ansambl, Xarı Bülbül, ansambla dəyə gəlirlər. Və biri-birindən maraqlı qonaqlar. Biri-birindən dəyərli insanlar dəvət edirsiniz. Allah canınızı sağ eləsin, mən həm sizə, həm Ülviyə xanıma dərin təşəkkürümü bildirirəm. Verilişiniz uzun ömürlü olsun, axarlı olsun, qardaş. Çox sağ olun, biz sizə təşəkkür edirik. Buyurun, əyləşin. Hə, canlıdır. Yox, biraz ifa edəndən sonra düzələcək. Keçin, əyləşin, xoş gəlmisiniz. Və bir daha bu gözəl gündə bizim dəvətimizi qəbul edib, verilişə dəvət alıb, gəlib, iştirak edən qonaqların hər birinə ayrı-ayrılıqda çox sağ olun, var olun deyirik. Və Ülviyə xanım, Valeh müəllimə bir şeir parçası eşidək, sonra Nicatı dəvət edək, ondan bir Bəli, gözəli. sevə-sevə. Sonra bizim Xarı Bülbül ansamblından da bir gözəl bir solo ifa eşidəcəyik. Valeh müəllim, mikrofonu götürün, çox xahiş edirəm. Bir gözəl bir şeir parçası eşidək. Nicat balada geçdiyin qarmonun köhləsi, bir qalx ayağa Nicat, sən də ona kimi hazırlaş. Çox sağ olun, çox təşəkkür edirəm. İxtiyar müəllim, mən uzun illər bax bu dəyərli ansamblla, bu qardaşlarla toy məclislərdə, toy şərlərdə olmuşam. Ən çox Xaləddin müəllimlə bir yerdə olmuşam.
Mən sizin yanınızda bu şeiri demək mənə biraz ağır gəlir. Estağfurullah. Yəni mən şair deyiləm. Şair deyiləm. Hələ indiyə qədər heç bir doyda özümün yazdığım şeiri deməmişəm. Amma bu gün burada deyəcəm. Həsən. Mən həzin havaya köklənən siməm. Məni bəmdən çalın, zilə salmayın. Bölün günlərimə yarın görüşün, həftəyə aylara ilə salmayın. Dönüb keçmişimə bir nəzər salın. Sorun gəncliyimin halın, əhvalın. Məni deyib gülən dillərə salın, amandır deyingən dilə salmayın. Olmadım düşkünü varın, dövlətin. Oldum dağlar kimi qürurlu, mətin. Mən qulu olmuşam halal zəhmətin. Məni fitnələrə felə salmayın. Məni fitnələrə felə salmayın. Maşallah, necə gözəl şeir səsləndirdiniz Valeh müəllim. Təşəkkür edirəm. Biraz əvvəl xanım ana haqqında bir gözəl mahnı ifa elədi. Təşəkkür edirəm, sağ ol. Allah bütün analara can sağlığı versin. Dünyasını dəyişənlərə rəhmət eləsin. Analar o dünyada da, bu dünyada da cənnət mələyidir. Mən, əgər icazə versəz, 3 kupletlik bir şeir anama həsr eləmişəm. Onu deyər. Dönüb gözlərinə baxdım anamın. Gördüm əldən düşüb, tamam qocalıb. O qədər fikirli, dərdli yatmışam, səhər durdum ki, saçım ağarıb. Cizgilər, qırışlar izi üstədir. Hər sözüm anamın sözü üstədir. Titrəyən əlləri dizi üstədir. Gördüm kövrəlibdir, biraz yıxalıb. Övladın qayğısın hey çəkə-çəkə. Düşüb ürəyinə neçə səksəkə. Adı dağ zirvəsi, özü məleykə. Heyif ki birazca yaşı çoxalıb. Heyif ki birazca yaşı çoxalıb. Valeh müəllim, məni təəccübləndirdiniz. Bu günə kimi yoldaş olmuşuq. Mən bilmirdim ki, siz şeir yazırsınız. Hətta gizlətmişsiniz də, bunu deməmişsiniz, dilə gətirməmişsiniz. Allah sizi var eləsin. Çox gözəl. Təşəkkür edirəm. Həqiqətən ilk dəfədir ki, burada səslənir. Mən bu şeirləri heç yerdə deməmişim. Heç mənim şeir yazdığımı çox adam heç kim bilmir. Amma bir tərəfə də çox sağ ol deyirəm ki, ilk dəfə o şeirləri bizim verilişdə səsləndirin. Təşəkkür edirəm. Siz sağ olun ki, dəvət elədiniz. Bizi çox istədiyinəndir, ya da ki, verilişin ab-havası səni cuşa gətirdi də. Allah səni var eləsin. Çox sağ ol. Təşəkkür edirəm. Var ol və İrya xanım. Samir qardaş, təşəkkür edirəm. Nicat balanı dinləyəkmiyim? Bəli, indi istəyirəm Nicat balanın ifasını dinləyək. Elə bizlə bərabər bizim izləyicilərimiz də Nicatın ifasını gözləyir. Nicat, buyur əzizim.
Nicat bala, çox sağ ol əzim. Necə gözəl ifa elədin. Xoş gəlmisən. Nicat, Gəl çox sağ ol. əyləş görüm Nicat. Nicat, çox sağ ol, Nicat. Allah səni qorusun. Allah göz dolusu versin, Valeh müəllim. Və sizi də bunların başının üstündən əsi eləməsin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Xudayar qardaşımızın da. Xudayar qardaş bunu o qədər gözəl sevdirdi ki, bu millətə Xudayar təsnifi kimi biz tanıyırıq. Amma bunun halallığını verən müəllif də var ki, Azərbaycanlı xalq artisti Şöhrət Ordenli Əlibaba Məmmədovun Allah ruhunu şad eləsin, Allah rəhmət eləsin ki, Əlibaba Məmmədov efir vasitəsilə dedi ki, mən bu təsnifin halallığını verdim Xudayara. Bəli, çox gözəl ifa oldu və bu gözəl ifadan sonra ansambldan bir solo yerinə düşərdi. Xaləddin Ayazoğlu, xahiş edirik, bir gözəl bir ifa səsləndirin. Ondan sonra növbəti qonaqlarımız, xanım qonaqlarımız görək, öz məharətlərini göstərəcəklər inşallah. Buyurun, Xarı Bülbül ansamblı. Xarı Bülbül ansamblından möhtəşəm bir ifa dinlədik. İxtiyar müəllim, istəyirəm qonaqlarımıza söz verəm. Bir onlar da özləri haqqında, öz sənətləri haqqında bizim izləyicilərimizə məlumat versinlər. Elə ilk olaraq istəyirəm Cahan Nuru dinləyək. Yetərincə hər birimiz tanıyırıq, sevirik, ifalarını sevə-sevə izləyirik. Bir də istəyirəm ki, Cahan Nurun özündən eşidək, özü haqqında olan məlumatları. Özü məlumat versin öz sənət haqqında, özü danışsın, izləyicilərimizin də məlumatı olsun. Cahan Nur kimdir? Cahan Nur. Cahan Nur kimdir deyəndə Cahan Nur hər birimizin sevimlisidir. Yenə də sən özün danış, izləyicilərimiz bir səni də eşitsin. Bir daha hər kəsin axşamı xeyir olsun. Musiqiçiləri salamlayıram hər birini. Cahan Nur kimdir? Cahan Nur yəni çox addımlar atır. Çalışdığım qədər də gedirəm irəli. İnşallah yaxşı olar. Olmuşam, bəli, verilişlərdə olmuşam. Samir Bayramlının verilişində olmuşam. Sonra xanım var, səhər proqramı, orada olmuşam. Yəni çox bir neçə yerdə olmuşam. Sonra Tural Sədalı ilə duetimiz var. Maşallah olsun. Çox sağ ol. Çalışdığımız qədər, yəni addımlar irəli
gedirəm. İnşallah yaxşı olar. O deyirik, bəzi paxıl insanlar olmasa, hər şey gözəl olar, hər şey yaxşı olar. İnşallah yaxşı olar. Özümə uğurlar arzulayıram. Biz də sizə uğurlar arzulayırıq. Sənətini sevən bir xanım. Sənətdə irəli getmək üçün can atan bir xanım. Bilirəm ki, bu sənəti necə sevirsən. Mən onun şahidi oluram hər dəfəsində. Bəli, çox əziyyətlər çəkirəm, çox həddindən artıq. Allah əziyyətlərimizi əlimizdə qoymasın inşallah. Allah hamımızın arzusunu yerinə yetirsin. Biz də içində inşallah. Amin inşallah. Uğurların bol olsun. Canım. Hər zaman bax belə sevil. Çox sağ ol canım. Cahan xanım, amma paxıllar olmasa yaxşıların qədri bilinməz. Orası da elədir, Bəli. amma yerində də, yəni Allah çox irəli getmək lazımdır. Hər zaman deyirəm ki, Allah hər bir kəsi öz rəyinə görə versin. Amin, amin, amin. Fatimə xanım, bir daha xoş gəlmisiniz. Mikrofonu götürün Cahan xanımla. Bir daha xoş gəlmisiniz. Verilişimizdən məmnun qaldınızmı? Bəli, çox xoşuma gəldi verilişiniz. Mənim də ilk verilişimdir. Bu arada hər kəsi salamlayıram. Mən Fatimə Qarabağlı. Hər birinizə çox sağ ol deyirəm. Təşəkkürümü bildirirəm sizə. Məni verilişə dəvət etdiyiniz üçün. Nə deyim bilmirəm. Deyim mi nə deyəsən? Bəli, buyurun. Növbədə bir ifa. Baş üstə. Buyurun, bir gözəl bir ifa eşitək sizdən. Kaşların arasına kumar kumar, kaşların arasına kumar kumar. Kal düşüp arasına, kal düşüp arasına, kal düşüp arasına, kal düşüp arasına. Seni melhem bilerem kumar kumar, seni melhem bilerem kumar kumar. Kalbimin yarasına, kalbimin yarasına, kalbimin yarasına, kalbimin yarasına. Olmuşam kumar kumar, nazlı kumar, olmuşam kumar kumar, nazlı kumar. Seni görmesem kumar, gezerem diyar diyar. Seni görmesem kumar, gezerem diyar diyar. Ben o yarın sazıyam kumar kumar, ben o yarın sazıyam kumar kumar. Sazıyam avazıyam, sazıyam avazıyam, sazıyam avazıyam, sazıyam avazıyam. Elin elimde olsa kumar kumar, elin elimde olsa kumar kumar. Dilenmeye razıyam, dilenmeye razıyam, dilenmeye razıyam, dilenmeye razıyam. Olmuşam kumar kumar, nazlı kumar, olmuşam kumar kumar, nazlı kumar. Seni görmesem kumar, gezerem diyar diyar. Seni görmesem kumar, gezerem diyar diyar. Dağların lalasına kumar kumar, dağların lalasına kumar kumar. Ot düşüp talasına, ot düşüp talasına, ot düşüp talasına, ot düşüp talasına. Kuzu kurban keserem kumar kumar, kuzu kurban keserem kumar kumar. Gözlerin karasına, gözlerin karasına, gözlerin karasına, gözlerin karasına. Olmuşam kumar kumar, nazlı kumar, olmuşam kumar kumar, nazlı kumar. Seni görmesem kumar, gezerem diyar diyar. Seni görmesem
diyar diyar. Seni görmesem kumar, gezerem diyar diyar. Çox sağ olun. Fatimə xanım, bir daha xoş gəlmisiniz deyirəm. Elə verilişimizin adına uyğun da təxəllüsünüz var. Fatimə xanım Qarabağlı. Və inşallah Allahın köməkliyi ilə də növbəti verilişlərimizdə də dəvət edəcəyik. Sevə-sevə sizləri dəvət edəcəyik. Gözəl ifalarınızın şahidi olacağıq. Və yəqin ki, toy şənliklərində də Ülviyə xanım görüşəcəyik bunlarla inşallah. Bəli. İnşallah. Fatimə Buyurun. xanım, uğurlarınız bol olsun. Hər zaman səsinizi gözəl yerlərdən eşidək. Toylarda inşallah Fatimə xanımla görüşəcəyik. Fatimə xanımda bir Qarabağ səsi var. Maşallah olsun. Növbəti ifanı Cahan xanımla eşidək. Geceler ay geceler, geceler ay geceler. Gecenin bir alemi, Gecenin bir alemi, yuxu getmir gözümə, yuxu getmir gözüme. bir nəfər yoxdur mənim, qulaq assın sözümə. Kulak assın sözüme, Gecenin bir alemi, yuxu getmir gözümə, yuxu getmir gözüme. bir nəfər yoxdur mənim, qulaq assın sözümə. Kulak assın sözüme. Mənim bu xəstə canım, nə yatar nə dincələr, gecələr ay gecələr. Geceler ay geceler, Mənim bu xəstə canım, nə yatar nə dincələr, gecələr ay gecələr. Yenə o yada düşüb, gələ bilməm özümə. gele bilmem özüme. Deyirəm sevmə ürək, amma baxmır sözümə. Ama bakmır sözüme, Yenə o yada düşüb, gələ bilməm özümə. gele bilmem özüme. Deyirəm sevmə ürək, amma baxmır sözümə. Ama bakmır sözüme, Mənim bu xəstə canım, nə yatar nə dincələr, gecələr ay gecələr. geceler ay geceler. Mənim bu xəstə canım, nə yatar nə dincələr, gecələr ay gecələr. Mənim bu xəstə canım, nə yatar nə dincələr, gecələr ay gecələr. Geceler ay geceler, Mənim bu xəstə canım, nə yatar nə dincələr, gecələr ay gecələr. geceler ay geceler. Mənim bu xəstə canım, nə yatar nə dincələr, gecələr ay gecələr. Geceler ay geceler, Mənim bu xəstə canım, nə yatar nə dincələr, gecələr ay gecələr. Ay çox sağ olun. Var olun. Təşəkkür edirik. Bir daha çox sağ olun deyirik verilişimizə dəvətini qəbul edib gəldiyiniz üçün təşəkkürümüzü bildiririk. Siz də çox sağ olun, var olun. Dəvətiniz üçün təşəkkürlərimizi bildirirəm hər ikinizə də. Allah sizə can sağlıq versin. Var olun. Çox sağ olun, var olun. Buyurun, əyləşin və Valya müəllim, sizdən bir şeir istəyəcəm. Amma bu mahnıdan sonra istəyərdim ki, mən iki hikmətli sözlər deyim. Çünki söz vermişəm bizim izləyicilərimizə. Bir-iki hikmətli sözlər deyəcəm gənclərimizə. Ondan sonra sizdən bir şeir, sonra Nicat Balanın ifası ilə yekun vuracağıq inşallah. Unutma, sən mənim öz canımdan çox dəyər verdiyimsən. Bil ki, nə olursa olsun,
hər zaman üçün ürəyimdəsən. Qovuşmaq ölümsə, həsrətin zülüm. Əlbəttə, qovuşarıq, gözlə, gülüm. Tək sənə aiddir bir könlüm. Mən yolumu seçdim. Ya sən, ya ölüm. Sevmək çaydır, sevilmək şəkər. Bizim kimi qəriblər çayı şəkərsiz içər. Aramızda nə qədər məsafə olursa, sonra sonluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan keçirsən keç, səni çox sevdiyimi görəcəksən. Vale müəllim, bir şeir, bax bu dəmdə istəyirəm sizdən bir Ne gözəl. güzel sözlerdi İhtiyar Hanım. Teşekkür ederim. Var olasınız. Hamı pul kazanır. Hamı yaşayır. Hamı bir biçimde dolanmır axı. Hamının ışığı yanır geceler. Hamının ocağı qalanmır axı. Axı kim bilir ki kimin dərdinə? Axı kim şərihdir kimin dərdinə? Adamın doğması dəyir qəlbinə, könül yad sözüyle bulanmır axı. Yaxşı bax, yaxşı gör, heç nə sir deyil. Hamı bir görünür, hamı bir deyil. Bunu biz demirik, atalar deyir. Söğüt də badama calanmır axı. Razi yaz, bitməsin yazmaq həvəsin. Öz üçün ağırdı dərdi hər kəsin. Bağa su gəlmirsə bağban neynəsin? Güllər göz yaşı ilə sulanmır axı. Güllər göz yaşı ilə sulanmır axı. Çox sağ olun, Valin müəllim. Sizə mən niyə çox istəyirəm? O qədər sizin söz ehtiyatınız var ki, amma bir dəfə qürrələnməmişsiniz. Bəzən sual verirlər, şair, dayanmadan nə qədər çıxış edə bilərsən, neçə saat çıxış edə bilərsən? Yanlış cavablar verənlər görmüşəm, biri deyir 3 saat, biri deyir 4 saat, biri deyir 5 saat, amma mənim bir cavabım var. Allahın mənə verdiyi güc qədər deyə bilərəm. Ülviyə xanım nədənsə demədi, heç istəmərəm də desin. Hansısa bir aparıcı Ülviyə xanımla bir məclisdə özün çox övdü. Xanıma qarşı nə qədər çox bilsən də, nə qədər çox şeir desən də adam öz gücünü göstərməz. İstəyib ki, xanımı bağlıya, pərt edə, hətta deyib ki, kimdir amma bilmirəm, demir. Nə qədər soruşsam da demədi. Hətta deyib ki, mən bu sənətin akulasıyam. Akulalar deyənlər meydana dəvət edirik. Gəlin, mən 300-dən çox bəlkə də şeir yaddaşımda şeir var, o bədahətlə dediklərim var, amma mən bir dəfə heç vaxt deməmişəm ki, mən onu belə bağlayaram, onu belə edərəm. Bilirsiniz ki, hər kəs bu sənətdə çox şeir deyə bilər, amma şeirin elə növləri var ki, and olsun Allaha sual versəm, o şeirin növləri deyəcək nə olan şeydir. Mən o özün öyən insanlara bir kəlmə bilsən nə demək istəyərdim? Əzəldən adamda ədəb gərəkdir. Nadandan ummağın nə faydası var? Mərifət götürə körpə vaxtında, 40-ında qanmağın nə faydası var? Şairə ilhamdan maya gərəkdir. Anasız körpəyə daya gərəkdir. Şairəm söylər yerindən duran, adamın üzündə haya gərəkdir. Dünən bir şairin keçdim yanından, ildə bir xəsis söz çıxmaz canından. Eşqi, məhəbbəti olmayan yetər, çıxsın bir dəfəlik söz meydanından. Çıxsın bir dəfəlik söz meydanından. Gücünüzü qadınlara göstərməyin. Meydan var, gəlin verilişə dəvət edirəm. Gəlin burada gücünüzü göstərin. Onlar məndə bir söz deyim. O mənəm deyənlər var ha. Mənəm deyənlər bax dəvət eləyək bura. Gəlsin xanımla bir meydan görsətsin, meydana buyursun, öz şeirlərini desinlər. Və insan gərək o sözü deməlidir. Sinənə çox döymə qadası. Göydə birinci Allahdır. Yerdə bəndədir, bəndə də elə etməlidir, qəlb qırmalı deyil. Bir-birinizə dəstək olun, Azərbaycanda yaşayırıq biz, başqa ölkədə deyilik. Ayaq çəkmək nə lazımdır ki,
kürəkdən vurmaq nə lazımdır ki? O düşmənçiliyi yaratmağa nə lazımdır? Heç bir şey. Çalışın, yaxşılıq eləyin. Yaxşılıq qazanın, hörmət qazanın. Bu dünyada hörmət qalır, yaxşılıq qalır. Vallahi pislik eləməyə nə var? Bu dəqiqə mən durum burada pislik eləyim. O Təşəkkür hamısı edirik. yaxşı işdir. Cahan xanım, bizim gələn veriliş, gələn həftə qonağımız Qarabağımızın sayılıb seçilən çox ustad bir şairi. Həm də Loğman. Nə gözəl. Mən deyər, Hacı. 10 kitabın müəllifi, mənim də ustadım, şair Koroğlu Sönməz bizim verilişin qonağı olacaqdır. Və heç nə demirəm. Bircə dənə şairin, ustadımın bir dənə qıfılbəndin gəlsin, açsın. Onda deyəcəm ki, kim akuladır, kim pələkdir, kim nədir. Vallahi da heyvanlar aləmi qutardı ad saymaqdan. Allah sevər. Ülvi xanım nəsə demir, anda verib ki, deməyəcəm də. Amma hər kim olsa söz verib ki, qarşılaşacaq ondan. Söz verirsən Ülvi xanım. Allah köməyin olsun. Bir daha təşəkkür edirik verilişimizə gəldiyin üçün və sponsorlarımız haqqında bir qısa məlumat deyək. Verilişimizin baş sponsoru Ağdam Ağcabədi şosesində, Şərəfanlı kənd ərazisində tam orta məktəblə üzbəyiz gözəl bir məkanda yerləşən Alsı Mall Ticarət Mərkəzidir. 3 mərtəbəli ticarət mərkəzi olan Alsı Mall Ticarət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Şəxsən Hacı Faiq qardaşımız çox sağ ol, var ol deyirik və bizim verilişimiz üçün dəstək olan çəkilişlərimizdə şərait yaradan misilsiz xidmətlər, ləziz yeməklərlə, hər bir zaman zəngin mətbəxi ilə öndə olan ailəvi istirahət mərkəzlərindən biri olan Kəhrizli kənd ərazisində yerləşən Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə, xüsusən də Anar qardaşımıza dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun deyirik və bir daha sizlərə təşəkkürümüzü bildiririk. Valih müəllim, icazə versəydiniz elə verilişimizin yekununda da bu balaca qonağımız qardaşoğlunun ifası ilə yekun vurarıq. İxtiyar müəllim, çox sağ olun, çox təşəkkür edirəm. Bir daha bizi eyni vaxtda dəvət elədiyinizə görə bu üzrə bir neçə dəfədir buradayıq. Təşəkkür edirəm, var olasın. Hər ikizə, bax bizim operatorlarımıza, səs rejissoruna, musiqiçilərimə hər bizə təşəkkür edirəm. Və bu şəraiti sizə yaradan rəhbərlik üçün onlara da minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Nicat Ağcabədi rayon Hacıbədərli kənd musiqi məktəbinin şagirdi olub. Sonra oradan təhsilini davam eləmək üçün gedib Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İcra Sənət Məktəbinə. Orada da Nicatı müəllimi Həsən müəllim olub, Fərhadov. Tanıyırsınız Həsən müəllim də burada salamlayırıq. Bugün Nicatın bu ərsiyə gəlməsi, yəni bugün bu Nicatın verilişə çıxıb qarmon ifa eləməsinin ən böyük zəhməti o müəllimin çiynindən keçir. Mən Həsən müəllimə öz təşəkkürümü bildirirəm. Biz də təşəkkür edirik, salamlayırıq. Və bir daha sizə bu verilişdə uğurlar arzulayıram, davamlı olsun deyirəm və hər bizə can sağlığı arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirik Valih müəllim. Biz də sizə təşəkkürümüzü bildiririk. Qonaqlarımıza təşəkkürümüzü bildiririk. Tamaşaçılarımızla sağollaşırıq. Gələn həftə görüşənə qədər deyirik və sonda Nicatın ifasını işlədəcəyik. Nicat, buyur. Mən də izləyicilərimizlə sağollaşıram. Təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun deyirik və gecəniz xeyrə qalsın deyirik. Gələn görüşlərə qədər. Buyur Nicat.